Salam, hörmətli izləyicilər. Dünən mən bir müsahibəyə baxırdım. Ülviyə xanım Qarayevin verişində hörmətli vəkilimiz Şəfiqə xanım Nağıyeva müsahibə verdi. İki faktı dedi. İkisi də məni təəccübləndirdi. Mən sözün düzü Şəfiqə xanımı 2011-2012-ci illərdən tanıyıram. Birində məhkəmə prosesində qarşı tərəfin nümayəndəsi mən olmuşam. Şəfiqə xanım yəni qarşı tərəfdən bələdiyyə Ahmet istəyirdi, birinci qrup əyirdi. Düzdür, həmin prosesi mən utdum. Yəni Ahmet iddiası təmin olmadı. Amma Şəfiqə xanım o vaxtı da mən təəccübləndirdi. İndi deyəcəm nədir? Dünənki verdiyi müsahibədə də məni təəccübləndirdi. İki də faktı dedi. Biri mərhum prezidentimiz Cənab Heydəriyevlə bağlı, digəri isə əsrinin boşanma haqqında qanunla bağlı. Hörmətli izləyicilər. Çox maraqlı faktlar dedi. İndi hamısını qeyd edəcəyəm. Deməli, mənə 2011-2012-ci illərdə birinci də o vaxt təəccübləndirmişdi. Dediyim kimi, niyə təəccüblənmişdi? O vaxt birinci qrup əyirdən Ahmet istəyirdi uşaqların 18 yaşı tamam olandan sonra. Mənim də bu dəfə edin şəxs ikinci dəfə ayrı qılmışdı. Gözdən ayrı olan şəxslə, o da özü də gözdən ayrı idi. Birinci qrup. İkinci həyat yoldaşı da gözdən ayrı olan uşaqlar var idi. Və mən onu əsaslandırdım ki, qanunla əgər uşaq 18 yaşına gəlib satıbsa, valideyni birinci qrup əyirdirsə, artıq belə deyək də, valideyn ona aliment ödəməməlidir. Uşaq valideynə baxmalıdır. Bu nəyə görə mən təəccübləndim? Həm Şəfiqə xanım təəccübləndi o vaxtı, həm hakim təəccübləndi. Mən Konstitusiyanın 34-cü maddəsini göstərdiyim zaman ki, orada yazılıb. Hörmətli mühtərəm hakim. Təəccübləndilər. Mən gördüm ki, o vaxtı əyirlərlə bağlı qanun verici, belə deyək də, çox şəxs bilmir. Onu bilirdim, amma hakimin də bilməməyi, vəkilin də bilməməyi mən təəccübləndirmişdi, hörmətli izləyicilər. O bir məsələ. Digər məsələ ondan ibarətdir ki, sonra Şəfiqə xanım gözəl insandır. Mən bir dəfə zalım verişində ekspert olmuşam 2012-ci ildə dekabr ayında. Orada gəldi görüşdük yenə. Yəni heç nə olmamış kimi. Gözəl bir insan kimi görüşdük. Baxmayın ki, həmin prosesi mən udmuşdu. O da necə olmuşdu? Mən Əyriyə cəmiyyətini sədriydim, özüm də birinci qrup Əyriyyən Əyriyə arasındayım. Həmin şəxs mənə müraciət eləmişdi ki, sən mən tanıyırsan. Mən neçə vəkil demişəm, vəkil verdi ki, biz uduzacaq, mənim də pulum yoxdur tutmağa, onsuz da uduzacaq. Gəl bizə kömək edin, mən gəlib kömək edəyəm. Elədim, utdum. Sonra Şəfiqə xanımı da dediyim kimi bir dəfə gördüm. Gözəl bir insan kimi, yəni belə deyək də, hansı bir mənfi münasibət mənə yox idi. Sonra dünən verdiyim məlumat mənim təəccübləndirdi, hörmətli icracı. Onu da qeyd edirəm. Çox maraqlı məlumat idi. Deyir ki, mərhum prezidentimiz Cənab Heydər Əliyev 1980-ci illərdə kondisioner zavoduna gəlmişdi. Mən də orada hüquq şöbəsinin müdürüydüm, hüquqşünası idim. Amma utancaq bir qız idi. Deyir, gəldi, çıxış elədi, hər şeydən çıxış elədi. Mən deyir, sonra şiyə döndüm. Yəni, daha da inkişaf elədim, böyük işlər gördüm. Həmin şey mənim də başıma gəldi. 1997-ci ildə mən Əyriyyənin Ümumi Respublika Yaradıcı sərgisində iştirak edirdim, bir rəssam kimi. Cənab prezident gəldi, məndən görüşdü, xoş sözlər dedi. 15 dəqiqə bizim söhbətimiz oldu. Həmin söhbətdən sonra mən də bədiyyədə sözün yaxşı məndən şiyə döndüm. Təşkilat yaratdım, Əyriyyəyə kömək edim. 2 institut oxudum. Bir İncəsənət Şünaslıq, digər Bakı Dövlət Universiteti oxudum, qutardım. Hüquqşünas oldum. Yəni bu insanda, mərhum prezidentimizdə potensial var idi, özü ürüdü, insanları da ürüdü, sevirdi. Çıxışıyla, qabiliyyətinə. Çox maraqlı bir şey idi, hörmətli icracı. Digər məlumat sözü Şəfiqə xanım verdi ki, mən 5 il yoldaşı ilə boşanma prosesi aparmışam məhkəmədə. 5 il əməyə gəlib. Yəni deyir, o vaxt qanun var idi ki, məhkəmə baxır, deyir, əsas yoxdur, boşanma. Və deyir, həmin prosesdən sonra 6 ay sonra müraciət edə bilər. Dəfələrlə müraciət edib 5 il ərzində, 5 ildən sonra boşanıb. Hörmətli icracı, sizə sual verirəm. Əgər bir qanun yaxşıdır, yoxsa indiki qanun yaxşıdır? İstənilən vaxtı verirsə, 3 aydan 6 ay ərzində qədər boşanırsa. Hansı yaxşıdır? Mən o zaman maraqlı gəldi həmin qanun ki,
Sovyet vaxtı böyle bir qanun oldu ki, 5 iş uzanıb, adı boşanma. Maraqlı bir fakt idi o da mənim üçün. Təcrübəlidir mənə. Hörmətli icracılar. Və mən Şəfiqə xanımla gözəl bir şey gördüm. O vaxt mənim nümayəndəm udmağıma baxmayaraq, Şəfiqə xanım belediyədə uduzmuşdu, o tərəf uduzmuşdu. Buna baxmayaraq, apellyasiya şikayəti, kassasiya şikayəti vermədi. Yəni belediyədə uduzmağı qəbul etdi. O onun gözəlliyi idi, o onun insanlığı idi. Amma indiki vəkillər deyir, yox, bir uduzu var. Yox, axıra qədər gedək. Apellyasiya gedək, kassasiya gedək. Mən nə bilim, daha yuxarı instansiya gedək. Bu da işə mənfi təsir edir, hörmətli icracılar. Mən Şəfiqə xanıma fəaliyyətində uğurlar arzu edən yeni nailiyyətlər arzu edirəm. Hər zaman insanlar təcrübəli, bir neçə təcrübəlidir. Həm bu səbəblə baxa bilərsiniz Ülvi xanım Qarayevin verilişinə. Sadəcə öz fikirlərimi sizinlə bölüşmək istəyirdim, hörmətli icracılar. Diqqətinizə görə sağ olun. Sağ olun.